Müəllimlər, bizim bugünkü dərsimiz layihə və problem əsaslı öyrənmədir. Yəni bu iki təlim modelini biz qarşılıqlı şəkildə bir-biri ilə uzlaşdıraraq öyrənəcəyik ki, çünki bunların fərqi var və oxşarlıqları da çoxdur. Ona görə bu iki təlim modelini bir-biri ilə uzlaşdırıb öyrənəcəyik. Layihə əsaslı öyrənmə nədir? Ümumiyyətlə şagirdlərimiz layihə əsaslı öyrənmədə, yəni nəyə görə bu layihə əsaslı öyrənmə vacibdir? Çünki şagirdlər burada daha çox nə edirlər? Bax, burada şagirdlər bir ideyanı araşdırır, real həyatla əlaqələndirir, bir layihəni hazırlayır, nəticədə məhsul ortaya çıxarılır. Yəni layihə əsaslı öyrənmədə şagirdlərdə araşdırma bacarıqları inkişaf edir, özləri araşdırır və real həyatla əlaqələndirir. Layihə əsaslı öyrənmədə real həyatdan götürülmüş bir problem olmalıdır və bu problemin sonunda biz məhsul ortaya qoymalıyıq. Baxın, problem həll etmədə də real həyatla əlaqələndirilən bir problem ortaya qoyulur. Ancaq orada sadəcə olaraq həmin problemin həlli üçün çalışılır. Amma burada da real həyatla əlaqələndirən bir problem olur və sonda bir məhsul ortaya qoyulur. Yəni bu məhsul prezentasiya ola bilər, model ola bilər, video ola bilər və s. Layihə müddətində nə edirik? Problem müəyyən edilir, plan qururuq, tədqiqat aparırıq, əldə edilən nəticələri təqdim edir. Birinci problemi müəyyən edirik. Yəni layihə əsaslı öyrənmənin əsas məqsədindən biri hər hansısa bir problem olmalıdır ki, o problemin əsasında biz layihə quraq və layihə sonunda, yəni həqiqətən də bu layihə hər hansısa bir problemin həlli üçün qurulmalıdır. Tutaq ki, biz bir robot hazırlayırıq. O robot nə edəcək? Sonda hər hansısa bir işi görəcək də. Məsələn, çap edəcək. Onun çapın özü də bizə lazım olan bir işdir. Hər hansısa bir problemimizdir ki, biz məsələn çap edə bilmiriksə, hər hansısa bir vərəqimi, nə isə bir çap üçün bizə nə isə lazımdır, bir avadanlıq lazımdır. Onun üçün bir robot düzəldilirsə, deməli bir problem var idi, hər hansısa bir məsələ var idi. Onun üçün layihə hazırlayırıq. Və yaxud da Bakı şəhərinin tıxacların qarşısını almaq üçün bir layihə hazırlayırıq. Görürsünüzmü? Deməli bir problem var, real həyatdan olan bir problem var və o problemin həlli üçün layihə hazırlayırıq. Bir var problemin həlli üçün problem həll etməyə, o problemin həlli üçün yolları düşünək. Biri də var bunu layihələşdirək. Böyük bir layihə hazırlayaq. Məsələn, bir yolun layihəsi. Biri var problemin həlli üçün hər hansısa bir məsələni biz danışırıq. Problemin həlli üçün, problem həllinin üçün yollar qoyuruq ortaya. Biri də var onun üçün bir layihə hazırlayırıq. Burada körpünün layihəsi ola bilər, yolların layihəsi ola bilər. Yəni layihə problemdən daha geniş bir anlayışdır. Sonra plan qururuq, yəni layihənin hazırlanması üçün planlar hazırlanır. Sonra tədqiqat aparırıq, araşdırma aparırıq. Həmin o plan qurulandan sonra, yəni plan üzrə gedilən işdə tədqiqatlar aparılır, araşdırmalar edilir və əldə edilən nəticələr təqdim olur. Sonda hansı nəticələri əldə ediriksə, onları ortaya qoyuruq, təqdim edirik. Məqsəd nədir burada? Yalnız biliyi əks etdirən, yəni əks etdirmək yox, həm də bacarıqları inkişaf etdirmək lazımdır. Məqsədimiz yalnızca əzbərçi, nəzəri biliklər istifadə etmək deyil, həm də bacarıqlar inkişaf etdirməkdir. Layihə əsaslı öyrənmədə əməkdaşlıq bacarığı var, planlama bacarığı var, təqdim etmə bacarığı var, yaradıcılıq, kreativlik bacarığı da var, əməkdaşlıq da var, ünsiyyət də var. Yəni bir çox bacarıqlar inkişaf edir. Bu haqqda yenə danışacağıq. Layihə əsaslı öyrənmənin tərifindən danışaq. Layihə əsaslı öyrənmə şagirdlərin müəyyən bir vaxt ərzində real həyatdan götürülmüş problemləri araşdıraraq məhsul ortaya qoyur, hazırladığı şagird mərkəzli təlim modelidir. Məhsul nədir? Prezentasiyadır, maketdir, hesabatdır, robotdurmu və s. Yəni hər hansısa bir layihədir də, bir işdir ortaya qoyuruq. Sonra əsas xüsusiyyətləri nədir layihə əsaslı öyrənmənin? Real həyat problemlərinə əsaslanır, əsas xüsusiyyətlərindən biridir. Şagird tədqiqat aparır, plan qurur, məhsul hazırlayır. Komanda işi, yəni komanda ilə işləyir şagird, əməkdaşlıq bacarığı var burada, tənqidi düşünmə, ünsiyyət bacarıqları inkişaf edir. Yaradıcı bacarıqlar inkişaf edir, yaradıcı təfəkkür inkişaf edir. Təlim prosesinin mərkəzində şagird dayanır, müəllim isə yönəldici rolundadır. Yəni yönəldici nədir? Müəllim istiqamət verir, fasilitator bacarığı, müəllim resursla təmin edir. Sonra
Mövzu fənlərarası ola bilər. Yəni burada fənlərarası inteqrasiya gedir. Müxtəlif fənlərarası inteqrasiya təmin olunur. Bunlar layihə əsaslı öyrənmənin əsas xüsusiyyətlərindən biridir. Layihə əsaslı öyrənmənin mərhələləri. Birinci mərhələdə problemin qoyuluşu. Problem qoyulur, bir sual qoyulur ortaya və bu problemin həlli üçün real həyatla bağlı sual və problem seçilir. Daha sonra araşdırma, yəni həmin problem qoyuldu, yəni bir sual qoyuldu, sorğu əsaslı öyrənmədə, yəni orada da sual qoyulma var, amma orada sual qoyulur, əsasında araşdırılır, amma burada sual qoyulur, problem seçilir, onun əsasında layihə hazırlanır. Sonra araşdırma olur, şagirdlər mövzu ilə bağlı məlumat toplayır, tədqiqat aparır, planlaşdırma, iş bölgüsü edirlər, tapşırıqlar planlaşdırılır, paylaşdırılır bir-birləri arasında, fəaliyyət planı hazırlanır. Sonra məhsul hazırlanması, yəni layihə əsaslı öyrənmənin əsas məqsədlərindən biri də nə idi? Sonda ortaya hazır məhsul qoyacaqdıq. Şagirdlər araşdırma nəticələrini konkret bir məhsula çevirirlər. Daha sonra təqdimat və qiymətləndirmə, layihə təqdim olunur, rubriklərlə qiymətləndirilir və sonda refleksiya olunur. Şagirdlər prosesə baxış keçirir, nələri öyrəndiklərini dəyərləndirirlər. Deməli, nə oldu ardıcıllıq? Birinci problem qoyulur, daha sonra araşdırma edilir, iş bölgüsü olur, məhsul hazırlanır, təqdimat olur, yəni təqdimat edirik və qiymətləndiririk öz işimizi, bir yenidən baxış keçirdirik və refleksiya edirik. Burada nələri öyrənmişik? Şagirdlər öz aralarında bir-birlərini də qiymətləndirir, özləri də öz işlərini qiymətləndirir, refleksiya edirlər. Faydaları nələrdir? Baxın, 21-ci əsr bacarıqları formalaşır. Hansı bacarıqlardır 21-ci əsr bacarığı? Yaradıcılıq, əməkdaşlıq, problem həlli inkişaf edir. Şagird bilik və bacarıqları real vəziyyətlərdə tədqiq etməyi öyrənirlər. Yəni real həyatda tədqiq edirlər. Öz bilik bacarıqlarını reallaşdırırlar. Yəni gözlə görünən bir iş ortaya qoyurlar. Şagirdin dərsə marağı, motivasiyası artır. Çünki şagird iş görəndə, şagird özü bir işi, layihəni hazırlayır, özü bir məhsul ortaya qoyacaq. Bu zaman şagirdin marağı, motivasiyası artır. Bu zaman müəllimin də burada vəzifəsi çoxdur. Müəllim fasilitator bacarıqları var. Müəllim resursla təmin edəndir burada. Sonra layihə əsaslı öyrənmənin açar məqamları nələrdir? Mövzu şagirdin bilik, bacarıq, yaş səviyyəsinə uyğun olmalıdır. Yəni təbii ki, layihə əsaslı öyrənmədə tutaq ki, 3-cü sinifə layihə əsaslı öyrənmə keçiriksə, orada daha böyük layihələr olmayacaq. Onların yaş səviyyəsi nəzərə alınacaq. Layihənin mövzusu şagirdin anlayacağı, maraqlı, mənimsəyə biləcəyi səviyyədə seçilməlidir. Çətin abstrakt mövzular motivasiyanı azalda bilər. Burada çox çətindən gedir söhbət. Yəni çətin olmalıdır, məntiqli olmalıdır, amma çox çətin olmalı deyil. Şagirdlər çətin, məntiqi olaraq real məhsul ortaya qoyurlar. Yəni biraz çətin. Çünki hər kəsin hazırlaya biləcəyi layihə o layihə olmayacaq da. Layihə çətin bir bacarıqdır. Hər hansı bir problemin həlli üçün ortaya qoyulur. Bir problemin həllinə yönəlmiş məhsul ortaya qoyur. Layihənin sonunda bir məhsul ortaya qoyulur. Bu video, model, təqdimat, afişa və s. formada ola bilər. Bu məhsul real problemlə bağlı olmalı, praktik dəyərə sahib olmalıdır. Görürsünüz, real problemlə olmalıdır və praktik dəyərə sahib olmalıdır. Yəni ortaya bir məhsul qoyulur, hər hansı bir problemin həlli üçün lazımlı olmalıdır. Proses zamanı şagirdlər daha dərin və davamlı araşdırma aparmalıdırlar. Problem əsaslı öyrənmədə dərin araşdırma aparırlar. Çünki layihə ortaya qoyulacaq. Bütün hallar yoxlanılır. Yəni həm tənqidi təfəkkür, həm yaradıcı təfəkkür inkişaf edir burada. Ən əsas da layihə əsaslı öyrənmədə. Yəni problem həll etmədə tənqidi təfəkkür deyirik, yaradıcı yoxdur. Ancaq layihə əsaslı öyrənmədə ən çox yaradıcı təfəkkür ortaya qoyulur, inkişaf edir. Yüzeysəl deyil, dərin, yəni üzdən yox, dərin təhlil, faktlara əsaslanma, sorğular aparılmalıdır. Məlumatlar müxtəlif mənbələrdən, internetdən, kitabdan, ekspertlərdən əldə edilə bilər, müəyyən mənbələrdən əldə edilə bilər. Müzakirələr və əməkdaşlıq əsas yer tutur. Yəni layihə əsaslı öyrənmədə də, problem əsaslı öyrənmədə də əməkdaşlıq var, müzakirələr var.
Sonra şagirdlər qrup şəklində işləyirlər, öz fikirlərini paylaşırlar, başqalarını dinləməyi öyrənirlər. Əməkdaşlıq nəticəsində daha zəngin məhsul yaranır. Yəni bir var layihəni bir nəfər hazırlasın. Biri var layihəyə bir neçə nəfərin. Yəni layihəni əslində elə əməkdaşlıq qrup şəklində etməlidirlər ki, çünki layihədə müxtəlif bacarıqlar lazımdır və müxtəlif bacarıqlar ortaya qoyulur. Məsələn, tutaq ki, elə bir layihə hazırlanır. Bakının baş planının bir layihəsi hazırlanır. Görürsünüzmü? Orada təbii ki, yol, yəni yolun xəritəsi çəkiləcək, körpünün tikilməsi, orada prorablar, yəni işləyəcəklər. Sonra xəritə çəkənlər, onun xəritəsi üçün xəritə çəkənlər yəni istifadə olunacaq. Yəni müəyyən bacarıqlara malik insanların işi bir ortaya qoyulur. Burada da layihə yəni kiçik olsa da burada da yəni onun şəklini çəkmək, eskizini çəkmək lazımdır. Layihə ortaya qoymaq üçün müəyyən bacarıqlar olmalıdır şagirdlər arasında. Onun səsləndirilməsi, onun hazırlanması, yəni yaradıcı təfəkkürün inkişafı, müəyyən yaradıcı bacarıqlara malik olan uşaqlar, yəni bunların hamısı qruplaşır bir qrupda və layihə ortaya gəlir. Sonra layihə əsaslı öyrənmə nəticəyə yox, prosesə fokuslanır. Təkcə nəticə deyil, layihə zamanı görülən işlər tətbiq olunur. Metodlar, öyrənilən bacarıqlar dəyərləndirilir. Problem real həyatda kontekstli olmalıdır. Yəni real həyatla əlaqəli olmalıdır. Bu nə deməkdir? Layihə həyatla bağlı olmalıdır, aktual, ictimai əhəmiyyətli bir problem üzərində qurulmalıdır. Yəni həqiqətən də bu layihənin qurulması lazımlı olmalıdır. Problem olmalıdır ki, o problemin həlli üçün, yəni aktual bir problem olmalıdır. Bizi maraqlandıran bir problem olmalıdır. Məsələn, hansı problemlər? İqlim dəyişiklikləri, plastik tullantılar, su qıtlığı, Xəzər dənizinin suyunun azalması. Bax, bu problemin həlli üçün layihələr ortaya qoyulur. Görürsünüzmü? Aktual problemlərdir. Şagirdlər layihə boyu gördükləri işlə bağlı müxtəlif refleksiyalar aparır. Yəni öz işlərini qiymətləndirirlər, hansı səhvlər etdiklərini, nəyi yaxşı etdiklərini analiz edirlər, nəyi alınıb, nə alınmayıb, bunları öyrənirlər, analiz edirlər. Bu öyrənmənin daha dərindən baş verməsində təmin edir. İndi gəlin baxaq problem əsaslı öyrənmə və layihə əsaslı öyrənmənin fərqi. Bax, bu kitabda da çox yəni geniş şəkildə yazılıb Time kitabında. Time kitabında oxuyacaqsınız müəllimlər. Burada da onu qısaltmışam. Daha dərin başa düşməyimiz üçün. Baxın, bir problemi həll etməyə fokuslanır. Yəni bir dənə problem var, o problemin həllinə fokuslanır. Amma layihə əsaslı öyrənmə daha geniş mövzu və məhsul üzərində çalışır. Sonda ortaya bir məhsul çıxarılır. Burada müəllimin yəni rolu, müəllim yol göstərən bələdçidir. Layihə əsaslı öyrənmədə, yəni problem əsaslı öyrənmədə şagirdlərin özü daha sərbəstdirlər. Amma layihə əsaslı öyrənmədə müəllim rəhbərdir və şagirdləri resursla təmin edəndir. Əhatə dairəsi qısa və orta müddətdədir və ya orta müddətdə baş verir. Yəni problem əsaslı öyrənmə qısa vaxtda baş verir, amma layihə əsaslı öyrənmə uzun müddətlidir. Bir planlı və məhsul yönümlüdür. Layihə əsaslı öyrənmə bir yarım ili, hətta bir bütöv ili sonunda ərsəyə gələ bilər. Amma problem əsaslı öyrənmə bir həftənin sonunda, yəni bir neçə günə ərsəyə gələn bir təlim formasıdır, modelidir daha doğrusu. Sonra nəticədə problemi analizi, mümkün həll yolları tapılır. Amma layihə əsaslı öyrənmənin nəticəsi real məhsul və təqdimat hazırlanır. Yəni əsas açar sözü nədir? Real məhsul. Sonra yenə burada araşdırmışıq bir-bir. Baxın, başlanğıc nöqtəsi real problemin sualı ilə başlayır problem əsaslı öyrənmə. Layihə əsaslı öyrənmə isə layihənin ideyası, məhsul deməli fikri ilə başlayır. Yəni məhsul ortaya qoymaq fikri ilə başlayır. Burada problemin ortaya qoyulur, bir problemli sual ilə başlayır. Yəni sual qoyulur, problemin həlli üçün çalışır. Burada isə layihənin ideyası qoyulur. Burada da sual qoyulur, amma daha sonra burada layihənin ideyası ortaya qoyulur və məhsul fikri ilə başlayır. Yəni yeni bir məhsul çıxacaq ortaya. Sonra əsas məqsəd nədir? Problemi anlamaq, həll yollarını tapmaq
layihə ərsəyə gətirmək və təqdim etmək. Nəticə, problemin analizi, həlli strategiyalarını tapmaq. Layihə əsaslı öyrənmədə isə konkret məhsul, model, təqdimat və s. ortaya qoyulur. Tədris növü. Tədqiqat və diskussiya yönümlüdür. Yəni burada tədris edən zaman tədqiqatı aparırlar, araşdırmaçıdırlar. Diskussiya yönümlüdür, yəni müzakirə yönümlüdür. Layihə əsaslı öyrənmədə isə dizayn və yaradıcılıq yönümlüdür. Layihə əsaslı öyrənmə yaradıcı təfəkkür inkişaf edir və daha çox yaradıcılıq ortaya qoyulur və dizayn ortaya qoyulur. Şagirdin rolu tədqiqatçıdır, həll yolu axtarandır. Amma layihə əsaslı öyrənmədə şagirdin rolu dizayner olmaq, yəni hər hansısa bir dizayn verir, bir quruluşu olur layihənin, planlayıcıdır və təqdimatçıdır. Müəllimin rolu, müəllim burada fasilitatordur, rəhbərdir. Burada isə müəllim bələdçi və mentordur. Burada fasilitator, yəni daha çox hər ikisində var fasilitatorluq. Burada müəllim, yəni bunu belə yazmışam fasilitator, yəni hər ikisində fasilitator var. Burada daha çox sərbəstlik var. Yəni bu rəhbər sözünü silib bura yazmaq lazımdır. Layihə əsaslı da rəhbərdir. Burada isə fasilitatordur və fasilitatorluğa azdır problem əsaslı öyrənmədə. Bax, bu cümləni səhv yazmışam müəllimlər. Rəhbər daha çox layihə əsaslı öyrənmədədir. Problem əsaslı öyrənmədə fasilitatorun rolu biraz azdır. Amma layihə əsaslı öyrənmədə müəllim həm bələdçidir, həm fasilitatordur, həm də mentordur. Mentor resursla təmin edən deməkdir elə. Sonra qiymətləndirməsi. Problemin həllinə yanaşma və proses, yəni problem həlli üçün yanaşılır. Yəni qiymətləndirilir. Məhsulun keyfiyyəti və təqdimatı qiymətləndirilir. Burada refleksiya edən zaman biliklərin formalaşması və prosesə yönəlibdir. Burada proses və nəticə birlikdə qiymətləndirilir. Əməkdaşlıq vacibdir, amma bəzən fərdi də ola bilər. Burada isə əsasən qrup halında təşkil olunur. Bu da